Hansı aparıcının, jurnalistin, müğənninin İslam haqqında keyfinə görə nəsə deməsi bizim üçün qanun deyildir. Bəs Quran bizə nə deyir? Quran bizə Tövbə surəsi 100-cü ayədə deyir ki, dində hamını ötüb keçən sahabelərdən və onlara gözəl şəkildə tabe olanlardan Allah razıdır. Peyğəmbərimizi və sahabələrin vaxtında məzhəbçilik, təriqətçilik yox idi. Bu günə kimi bizə elmi qabaqlayın, ailələr və həssələr gətirib çatdırmışlar. Bəli, 4,5 milyard il əvvəl ayın əvvəl günəş kimi olmasına Peyğəmbər sallallahu əleyhi və səlləm 1400 il bundan qabaq demişdi. Amma NASA 2019-cu ildə təsdiq etdi. Bu gün musiqilər necə hər yerdə dillər əzbəri olursa, əvvəllər ayələr və hədislər dillər əzbəri idi. Müsəlmanlar öz dinlərindən uzaq qaldıqlarına görə bu gün zəifdirlər. Şəriət görmək istəyən Əfqanistan kimi təriqətçilər yox, Çindən İspaniyaya qədər İslam yaymış səhabələri baxmalıdırlar. Bir çox elmi kəşflər və ixtiralar həmin torpaqlardan çıxan müsəlman qadın və kişi alimlər tərəfindən edilmişdir. Hansı ibadət etmək istəsən, keyf əhli kimi nə fərqi var? Kim necə istəyir, elə etsin demə. Bax, səhabələr necə ibadət ediblərsə. Düzgün əqidə formalaşdırmaq istəyirsənsə, bax, səhabələr necə başa düşübsə. Ailəndə bərəkətin, xoşbəxtliyin olmanı istəyirsənsə, bax, səhabələrin ailələrinə. İslamın düsturu budur. Allah sizdən razı olsun.